Salam əziz izləyicilər. Bugün sizə Türk mantısının aşpazlıq sirlərini öyrədəcəm. Bu videoda mantı xəmirinin hazırlanma sirrini, ən asan kəsimini və bükümünü, qıymanın hazırlanma qaydasını, dondurucuda düzgün saxlama qaydasını, paketləməsini və sonda müştəriyə sifarişi yollayarkən diqqət etməli olduğunuz incəlikləri sizinlə bölüşəcəm. Halallıq üçün videonu bəyənib, xoş sözlərinizi və suallarınızı şərh bölməsində qeyd etsəniz, dostlarınız və yaxınlarınızla bölüşsəniz çox şad olaram. İndi isə keçək videomuza. İlk öncə qeyd edim ki, ərzaqların miqdarını şərh bölməsində qeyd edəcəm. Mantı hazırlığına başlamamışdan öncə sirkəli su ilə masanı silməyinizi məsləhət görürəm. Bu zaman qidanın hazırlayacağınız məkan gigiyenik olaraq təmiz hesab olunacaq. Mantı xəmirini hazırlayarkən onu ələkdən keçirdib, üzərinə duz, yumurta, sarı kök və ilıq su əlavə edib yoğururuq. Sarı kök unun keyfiyyətindən asılı olmadan tərabətli rəngdə görünməsinə zəmin yaradacaq. Mən vaxtıma və enerjimə qənaət etmək üçün xəmiri 2 dəfə yoğururam. İlk dəfə gözə yarı yoğurub dinləndirirəm. Daha sonra ikinci dəfə yaxşıca yoğurub yaymağa başlayıram. Bu ara fasilədən isə istifadə edib qıymanı hazırlayıram. 250 qram xalis qıymaya, yəni damarları, piyi və digər lazımsız hissələri tam təmizlənmiş yağsız mal ətini ət maşınından çəkib, üzərinə 2 orta ölçülü soğan əlavə etsəniz kifayətdir. Mən videoda 1 kiloqram yarım ət qıymasına 6-7 ədəd iri ölçülü, çox xırda doğranmış soğan əlavə etmişəm ki, bütün xəmirimi görə bilsin, işim yarımçıq qalmasın. Xəmiri yayarkən mən iri kündə götürüb, bacardığım qədər geniş yayıram ki, yaymağa və bükməyə bacardığım qədər, mümkün qədər az vaxt sərf etmiş olum. Xəmir 1-2 mil qalınlığında olsa kifayətdir. Xəmiri yaydıqdan sonra oxlu və pizza kəsən alətlə kəsib, qıymaları fındıq ölçüsü boyda olmaqla hər bir xəmir diliminin üzərinə əlavə edirik. Xəmiri yayarkən undan çox istifadə edin ki, yaydıqca masaya yapışmasın. Yuxa masaya yapışsa, işiniz həm səliqəsiz olacaq, həm də çox vaxt və zəhmət itirmiş olacaqsınız. Xəmiri yayarkən çalışın oxluğunuzun hər bir tərəfi eyni enlikdə olsun. Bu zaman xəmiri yaymaq daha rahat olur və daha sonra onu xəttkeş əvəzi standart kəsimlər üçün də istifadə etmək mümkün olur. Əgər sizdə başqa enlikdə və ölçüdədirsə oxluq, siz səliqəli kəsim üçün normal enlikdə olan, standart enlikdə olan xəttkeşlərdən, amma daha rahatlığınız üçün 60-70 sm uzunluğunda olan xəttkeşlərdən istifadə edə bilərsiniz. Hər bir mantı kəsimini ətlə doldurmaq üçün bir ovuc qıymanı ovucunuzda saxlayıb barmaqlarınızla fındıq böyüklüyündə ayıraraq bütün kəsimləri tamamlayırıq. Bəzən ola bilər ki, mantı bükümü çox vaxt tələb etdiyinə görə xəmir kəsimləri qurusun və bükməkdə sizə çətinlik yaratsın. O zaman sprey qabın içinə ilıq su doldurub xəmir kəsimlərinizin üzərinə fıskırda bilərsiniz. Diqqət etməlisiniz ki, spreyin içərisi ətir qoxusu verməsin. Min bir xırdavat dükanlarında sadə sprey qablarını tapmaq mümkündür. Elə bir sprey qabı olsun ki, sırf sizin qida üçün istifadə edəcəyiniz üçün ayırasınız və polfabrikat qidaların sifarişi zamanı və yaxud da ki, evinizdə özünüz üçün hazırlayacağınız zaman həmin sprey qablardan istifadə edəsiniz. Çünki heç bir halda sprey qabında ətir iyi gəlməməlidir. Ətir parfüm iyi olmamalıdır. Xəmirin qurumasının qarşısını almaq üçün salafanla örtüb, hissə-hissə bükərək, salafanı üzərindən açaraq büküb bitirə bilərsiniz. Bu zaman salafan da sizin xəmirinizin qurumasının tamamən qarşısını alacaq və siz rahat şəkildə bükümlərinizi tamamlayacaqsınız. Mantını bükərkən çəçələ barmağımızla əti xəmirin tam mərkəzinə toplayıb, qıraqlardan videoda göstərəcəyim kimi birləşdirib, tam ortasında bərk bəndəyirik. Bükümləri padnosa yığmadan öncə yaxşıca padnosu unlamaq lazımdır ki, dondurucudan çıxaranda yapışıb xəmirin üzərini və ya yan tərəflərini cırmasın. Mantını büküb bitirdikdən sonra
yarım saat 40 dəqiqə xəmirin otaq temperaturunda qurutmaq lazımdır ki, dondurucuda formasını itirməsin və ya bişirərkən görünüşünə xələl gəlməsin. Qeyd edim ki, sizinlə bölüşdüyüm bilgilər təkcə türk mantısının hazırlanmasına aid deyil. Bu bilgiləri bütün polfabrikat qidaların hazırlanmasında tətbiq edə bilərsiniz. Məsələn, otaq temperaturunda xəmirin qurulmasını gözləməyi müddətiniz, dondurucuda ən azı 1 sutka saxlamağınız, xəmir kəsimlərinin qurumasının qarşısını almaq üçün tətbiq edəcəyiniz metodlar sprey və ya salafan, eləcə də sprey və ya salafan olmadığı halda hətta çay dəsmalından belə istifadə etməyiniz nəinki türk mantısına, bütün polfabrikat qidalara, mantılara, pelmeni, çebureki və digər polfabrikat bütün qidalara şamil oluna bilər. Əksər videolarımda qeyd etdiyim kimi, sifarişi müştəriyə yola salarkən vizit kartını və təşəkkür kartını bağlamaya əlavə etsəniz, bir növ müştəri ilə davamlı bağ qurmuş olacaqsınız. Bəzən ola bilər ki, müştəri sizin səhifənizi, əlaqə nömrənizi itirə bilər. Bu zaman vizit kart köməyinizə çatacaq. Sonda isə paketin ağzını steplerlə bərkidin ki, yolda kənar şəxslərin müdaxiləsinin qarşısını ala biləsiniz və paketin üzərinə müştərinin icazəsi ilə nömrəsini qeyd etməyi, şoferdən ünvana çatarkən müştəri ilə əlaqə saxlamağı xahiş etməyi unutmayın. Zamanla keyfiyyətli xidmət göstərsəniz, daimi müştərilər qazanmış olarsınız. Bu günlük bura qədər. Ümid edirəm ki, digər videolarım kimi bu videoda sizin üçün fayda dolu oldu. Əzizlərim, bu günlük bura qədər. Sağ olun, Allaha əmanət olun. Gələn təlimlərdə görüşmək ümidi ilə.